Zeynəb, atam hanı? Rüqəyyə! Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin ve ala alihi tahirin. Siyyama beqiyetillah fil aradin ve la'nu ala a'daihim ecma'in ila qiyame yevmiddin. A'udhu billah mineşşeytanirracim. Ya eyyühellezine amenu uzkurullah zikren kesira. Bu meclis mende olan malumata esasen zikr ve dua meclisidir. Verin telefonlarınızı böyle. Bir neçə müddətdir cümə axşamlar kümeyl duası oxunur və möminlər həm duadan və həm də olan muizələrdən feyz alırlar. Bugünkü məclisdə də ki, əzadarlıq günləri və gecələridir, hörmətli alim موعظه elədi, roza oxudu. Kifayət eləyən qədər istifadə etdik. Allah ona da əcr versin. İnşallah bizi də eşitdiklərimizə əməl edənlərdən qərar versin. Bir ayə Qurandan mən qeyd eləmişəm. Bir neçə dəqiqə inşallah ki, çalışaram, çox geniş olmasın. Bu ayəni tərcümə edirəm və bir qədər də şərh edirəm. İnşallah qəlblərimizdə təsir qoysun. Bu ayəni yazanda və hədislərdən də bir neçə hədis qeyd etmişəm. Yazanda öz-özümə fikirləşirdim ki,
mənəvi cəhətdən çox da asan deyil bu ayəni və hədisləri demək, danışmaq və əməl etmək. Amma çün eşitmişəm ki, bu məclisdə nuraniyyət çoxdur. Ona görə də ürəkləndim, bunu yazdım. O eşitdiklərim mənim əhval-ruhiyyəmi gücləndirdi. Həqiqi mənada deyirəm, özüm üçün qorxurdum bu mətləbi deməyə. Amma o ki eşitmişəm bu məclis nurani məclisdir, o nuraniyyətə söykənirəm və Allahdan istəyirəm məni də, deyəni də eşidənlər kimin nurani eləsin. Bu mübarək ayə buyurur, möminlərə xitab edir. Ya eyyuhəl-ləzīnə āmenū, sizinlə danışır. Nə əhli kitabına işi var, nə kafirlə danışır, nə insanla danışır. Çünki Quranda bu xitablar var da. Ya əhləl kitab. Bəzi xitablar əhli kitabadır. Bəzi xitablar insanla danışır. İmanından asılı olmayaraq, İslamından asılı olmayaraq, Ya eyyuhəl insan, ma qərrəkə bi rəbbikəl kərim, insanla danışır. Bu ayə möminlərlə danışır. Ya eyyuhəl-ləzīnə āmenū. Sözü nədir? Buyurur, uzkurullah zikrən kəthira. Zikr eləyin Allah'ı. Lakin çox, kəsir. Kəsir, yəni çox. Və səbbihuhu bukrətən və əsila. Təsbih eləyin Allah'ı. Səhər, axşam. Əhzab 41-42. İki mətləb bu ayədə mühümmidir. Biri budur ki, zikri kəsir nədir? Allah bizi dəvət edir zikri kəsir buna. Zikrən kəthira. Çox zikr eləməyə. Kəsir çox mənasınadır. Zikri kəsir nədir? Bəzi hədislər məna eləyir bu ayəni. Müxtəlif cəhətlərdən.
Mən bir neçə məna yazmışam, bir ikisini deyirəm. İmam-ı Sadiq əleyhissalam bu ayəni oxuyandan sonra buyurdu: Təsbih-u Fatimə əz-Zəhra salamullah əleyha minəz-zikril kəsir. Zikr-i kəsirin mənalərinin biri Xanım Fatimə Zəhranın zikridir. Əl-ləzi qaləllahu teala uzkurullah zikrən kəsira. Bu ayənin mənası, Həzrət buyurur, bir mənası Xanım Fatimə Zəhranın zikridir. Yəni namaz ki qutardı, Əssalamu aleykum və rəhmətullah və bərəkatuh. Allahu 3 dənə təkbir müstəhəbbidir. Ondan sonra durmadan, danışmadan, hətta yeri dəyişmədən, hətta qıçı uzatmadan Əssalamu aleykum və rəhmətullah dedin, 34 dəfə Allahu Ekber, 33 dəfə Elhamdülillah, 33 dəfə də Subhanallah. Bu ayənin bir mənası. İkinci məna buyurur, hər bir mömin hər gün heç olmasa 70 dəfə desin Əstəğfirullah Rəbbi və ətubu iləy. Bunun xasiyyəti var. O xasiyyətə mən keçmirəm, üçün sözdən uzaqlaşarıq. Bu 70 dənə bu zikrin yəni hər şeyin xasiyyəti var. Aləmdə bir şey yoxdur ki, onun xasiyyəti olmuyor. Bəzisi gözə görünür, bəzisi görsənmir. Hətta maddi təsiri var. Suyun ortasına gölə bir daş atırsan, dalğalar yaranır. 5 metrə, 10 metrə, 15 metrə, 20, 30, 40, 50 görürsən. Yavaş-yavaş azalır, day qutarır, amma qutarmır. Amma qutarmır. Alimlər belə deyirdi, o dini şey deyir ki, onun nə hədisi var, nə ayəsi var. O sahənin alimləri belə deyir. Deyirlər, siz day görmürsünüz. Amma o gedir. Ta suyun axırına qədər. Yəni, heç şey aləmdə yoxdur ki, xasiyyəti olmuyor. Mənəviyyət də o cürdür. Mənəvi məsələlərdə baxmaq, eşitmək, danışmaq, yemək, hər şeyin öz xasiyyəti var. Xəvassul əşya bir mövzudur. Yəni, hər şeyin bir xasiyyəti var. Danışsın, bəlkə 5, 6, 7 cild kitab olar. Surələrin xasiyyəti var. Savab başqa. Öyrənmə, elm başqa. Oxuyub əməl eləyirsən, o da başqa. Hər surənin özünün xasiyyəti var. Ki o surədə bu xasiyyət var, o birisində bu xasiyyət yox, onda da başqa xasiyyət var. Yəni, hərəsinin öz xasiyyəti yerindədir.
Da indi dedim bu aləmə girməyək biz. Bundan çıxmaq yəni 1 ilin, 2 ilin, 3 ilin işidir. Bir nəfər mənim yaxın adamlarımdan, dostlarımdan danışır, bu misalından keçək də. O deyirdi, oruçluq ayıdır, dəvət eləyiblər məni şəhərlərin birində, İranda olub bu. Gecələr mənbərə çıxıram, belədir də, adət belədir, xüsusilə orada dəvət eləyirlər, qumda olan ruhanilərdən, məşhurlardan, hərə çalışır ki, öz məscidinə, öz şəhərinə bir məşhur adam gətirsin ki, məclisi güclü keçsin. Bu da deyir, məni dəvət eləyiblər, mən də getmirəm başqa yerə. İndi dəvəti qəbul etmişəm, getmişəm orada hər gecə, gecələr müəyyən saat, 1 saat məclisimin vaxtıdır gedirəm. İftarlara da dəvət eləyirlər, adətən getmirəm. Amma bəzən də məcbur oluram, getməyəndə də olmur. Bir neçə gecə deyir, mən getdim. Mən adını demirəm onu, siz bəlkə də tanıyanlar çox olar adını desəm. Deyirdim, mən gedirdim qonaq, iftar yeyirdim. Ondan bir 3 saat sonra məclisimin vaxtı idi. 2 saat sonra, 3 saat sonra. Gəlirdim məscidə, ondan vaxt olurdu. Mənim vaxtım, çıxırdım, danışırdım. 1 saat düşürdüm hər gecə. Deyir, o gecələr ki, mən dəvətləri iftara qəbul edirdim, mən mənbərdə öz halımdan o iftarın yediğim kişinin malının xasiyyətini hiss eləyirdim. Başa düşürdüm ki, onun malı necədir? Öz halımdan. İndi bu bizə bəlkə də təəccüblü söz gəlir. Bəlkə də indi yəni boş demirəm, amma belə də zəif bir söz gəlir fikrimizə bu. Ki, yəni nə olsun məsələn. Amma belədir. Ondan da dəqiqdir. Hətta ondan da dəqiqdir. Mən o gün harada dedim bilmirəm, bir yerdə danışdım bunu. 5, 6, 7, 8 il bundan qabaq Tehranda gedirdim, bir dost gəldi, küçədə görüşdük. Bir qızılçının qabağındaydı, rastlaşdıq bundan salam, çalan filan. Xeyrola dedi, buradan mən bir qızıl alacağım. Alım bir yerdə, bir saat, 2 saat bir yerdə olaq. Çoxdan da görüşməmişdik. Dedim, yaxşı. Mən də keçdim içəridə, mən də keçdim, baxıram bunlara, alver elədilər. Nə bilim, oranın pulu 1 milyon 200 min tümən bu ona verməli oldu. Qızıl götürdü, bu ona verməli oldu. Bu başladı, çıxartdı pulu saymağa. 5 min tümənli, 2 min tümənliklər paçka ayırıb başlasın. Qızılçı dedi, at tərəziyə. Mən də baxıram, birinci dəfədir belə şey görürəm. Dedi, at tərəziyə. Bu dedi, axı birdən az gələr, mən dəqiq say... Dedi, sən at tərəziyə, mən götürəcəyəm də o pulu. Tərəzi ilə pulu götürdü, atdı dəxilə. Yəni, əgər bu tərəzidə o kağızın biri bilinirsə, onun ikisi olmasaydı nə göstərəcəkdi tərəzi? Mən deyirəm, nə göstərəcək? O göstərməsə, o deməz ki onu. Onun ziyanınadır da. Bu dili ilə də dedi, dəqiq saymamışam. Bəlkə az olar ki, çox ki olmayacaqdır. Amma tərəzi ilə götür. Əgər tərəzi bir dənə kağız 10 manatı, 20 manatı, 100 tüməni, 1000 tüməni, 2000 tüməni bir dənə kağızı əgər tərəzi bilirsə, maddi şeylərdə, ondan mənəvi şeylərdə gör hara gedər. Bir yerə gedər çatar ki, mən kimin insanlar onu başa düşməz. Xasiyyət yəni bu. Həzrət buyurur ki, 70 dəfə əgər
bir insan qunutda sübh namazından qabaq 70 dəfə o bir rəkətli namazda, bilirsiniz ki, hansıdır o? Ay sağ ol. 2 rəkət şəf namazı deyib, bir rəkətdə bədr olur 3 rəkət. O 3 rəkət namazın yer kürəsində onu əvəz edən şey Allah yaratmayıb. Yəni bir şeydə yarada, bu onu əvəz edər, mümkündür. Allah ona belə fəzilət verir. Mərhum Ayətullah Ay Bəhcətdən soruşublar. Mənim deyəsən kitabda oxumuşam. Mən belə yadıma gəlir. Soruşurlar ki, əgər bir adam birdən işdi, eləyə bilmədi, yuxuya qaldı, onu qıla bilmədi. Nə etsin? Ta onu yerin doldursun. Deyir ki, heç nə. Bu ki, gec durub, azan olub, onun vaxtı azandan qabaqdı axı. Sübh namazını qıldı, heç nə onun yerini doldurmayacaq. Ancaq elə onun qəzasını qılsın. Onun qəzasını qılsın. Ona deyərlər vətr namazı. Həzrət buyurur, hər kəs o namazda 70 dəfə desə əstəğfirullah və ətubu iləyh, zikrən kəsirənin bir mənası da odur. Bu oldu neçə? Üçüncüsü budur ki, buyurur Həzrəti Əli əleyhissalamın da hədis. Buyurur, mən zəkərəllahə fissirr fəqəd zəkərəllahə kəsirə. Hər kəs Allahı cəmaatın içində yox, xəlvətdə heç kim olmayanda zikr eləyir, zikr kəsirin mənası odur. Bir mənada belədir. Bir var cəmaat oturub, sən də oturubsan. Təsbih də əlində. Hamı görür axı. O zikri kəsirdir. 100.000 dəfədə desən zikri kəsirdir. Amma o yerdə ki, heç kim yoxdur. Bir sənsən, bir Allah, bir də ki, səni yazan məlakələr. Orada əgər zikr eləyirsən Allahı, zikri kəsir odur. Bu oldu neçə? 3. Bəhsin keçirəm mən ki, çataq əsl mətləbə. Bir dənə də hədis İmam Sadiq əleyhissalam buyurur, genel məna eləyir. Buyurur, iksiru zikrallah məstətə'tum fi kulli saatin min saatil leyl və nəhar. Gecə, günüz, sutqada olan saatlar, bu saatların hamısında hər kim zikr eləyir Allahı, fi kulli saatin min saatil leyli və nəhar. Gecənin, günüzün, bütün saatların, vaxtların insan əgər zikr deyə bilir, o zikri kəsirin mənasıdır. فَإِنَّ اللّٰهَ əmərə bikisrəti zikrilləh. Bu 2, 3, necə? 4. Bir dənə də hədis oxuyuram. Bundan da bu birinci mətləbdən çıxaq. İmam Sadiq əleyhissalam buyurur, مَا مِنْ شَيْءٍ İlla və ləhu həddun yəntəhi iləyh. Hər bir şeyə Allah hədd qərar verib. Həddi var. İllə zikr.
Zikridən başqa. Fəleysə ləhu həddun yəntehi ileyh. Zikrin həddi yoxdur. Fərəzəllahu əzzə və cəl əl-fəraiz. Həzrət buyurur, Allah vacibləri yaradıb. Fəmən əddəhunnə fəhvə hədduhunnə. Hər kəs o həddiləri, vacibləri yerinə yetirsə, onun həddi odur. Misal verir. Buyurur və şəhru Rəmədan fəmən saməhu fəhvə hədduh. Oruçluqda Allah oruc vacib eləyib. Hər kəs oruçluğun, orucların tutur, o orucun həddidir. Hədd təyin olub. Birinci gündən ta ay görsənənə qədər. Əgər oruç tutursan, oruçluğun həddi budur. Vəssalam. Ondan artıq istəmir. Namazı hala saxla. Hədisdə var. Həcc, o cür, başqa əməllər hamısı vacibi yerinə ki yetirdin, zəkat vacibdir. Məsələn, 40 dənə qoyundan bir dənə zəkat vacibdir. Apardın bir dənə qoyunun zəkatını verdin 40 qoyundan, qaldı 39'u, zəkatın həddi oyudu ki elədin. Vəssalam. Məsələn, 1000 manat pulum var idi, ilin başında xums günüm hesab elədim, gördüm bildirdən bu ilə qazanmışam, xərcləmişəm, hər şey öz qaydasında 1000 manatım da artıb. O artan 1000 manatın 20%, yəni 200 manatı xumsudur. Apardın verdin, onun həddi oyudur. Ondan artıq lazımdır. Hər şeyin. Həzrət buyurur, vacibin həddi var. Amma buyurur, illə zikr, zikridən başqa. Fəinnəllâhə ləm yərzə minhu bil qəlil. Allah zikrin barəsində aza razıdır. Aza razıdır. Və ləm yəcəlləhu həddən yəntehi ileyh. Zikrə həddi qərar verməyib. Ondan sonra bu ayəni yoxudur. Dedi, sözümün də dəlili budur. Dəlili budur ki, buyurur, uzkurullah zikrən kəsira. Kəsirin həddi yoxdur. Biracan aydındır. Musa peyğəmbərə xitab elədi, uzkurni əla kulli halin. Ya Musa, məni zikr elə. Bütün hallarda. Görsən, hədd yoxdur. Burada bir dənə mətləb mən inşallah icazə verərsiniz və biraz da lütf eləyərsiniz, artıq diqqət eləyərsiniz. Bir balaca bir mətləb ilə keçək buranı. O da budur ki, 2 dənə şeydə istimrar vacibdir. İstimrar. İstimrar nədir? Ha? Daimi, davamlı, düzdür. Yəni ara vermədən. Əla səbili istimrar. Yəni həmişə. Buna deyir istimrar. 2 şeydə buyurur istimrar vacibdir. Biri onun tərəfindən Allahın, biri də bəndənin. Birini özünə vacib eləyib, birini də bəndiyə. Öz vacib elədiyi istimrar hansıdır? Feyz. Feyz Allah'ınkidir. Özünə vacib eləyib onu. Odur ki, ariflər Allah'ın sifətlərin sayırlar. Bir sifəti də Fəyyazə ələl itlaq deyirlər. Və ariflər bunu demir, ha? Bu Allah'ın adlarından, sifətlərindən biridir. Onlar bunu şərh eləyəndə, onlar ləzzət alırlar bundan. İndi mən özümdən danışıram, məndə o ləzzət yoxdur. Ki, Fəyyazə ələl itlaq nədir? Mən bundan ləzzət alam.
nə ləzzət alıram, nə deyə bilərəm, nə mən desəm eşidən ləzzət aparar. Onun əhli var. Əhli desə, eşidən də əhli olsa ləzzət aparar. Deyən də, eşidən də. Amma şərhin eləyə bilərik. Mənasını deyə bilərik. Mənası nədir? Fəyyaz ələl itlaq. İstimrarın mənası budur. Bax, Allah bu aləmi yaradıb. Yaradıb, bu aləm işləyir. Hər şey öz qaydasında gedir. Günəş yerində çıxır, yerində batır. Ay öz qaydasında. Hilal 1-ci gecə, Bədr 14-cü gecə, Urcunul Qədim Yasin surəsində axır gecələr öz qaydasında gedir. Dənizlər, meşələr, torpaq, insan, heyvan, hər şey. Bu necədir? Deyir, bu iki cür ola bilər. Biri budur ki, saat kimin qurasan. Tənzimləyəsən, qoyasan ora. Deyəsən, süb 5-də zəngi vurarsan. Qurubsan, qoyubsan, qalıb orada, vaxtında zəy vuracaq. Bir yol aləmi belə tənzimləyib Allah. Hər şey öz qaydasında gedir də, işi də yoxdur ondan. Sən saati quranda, səhərəcən oturursan, başın üstündə saatın. Otursam, onu niyə qururam? Televizyon dururam da. Bir var Allah aləmi yaradıb, saat kimin qurub, hərə öz işin görür, onun da day işi yoxdur. İkinci variant budur. Yaradıb, hərə öz işin görür, hərə öz işin görmək üçün ondan əmir alır. Hər an, hər hansı bir yaranmış, hər bir iş görür, o anın özünün əmri var. Ki ondan qabaqçı an əmr başqadır və ondan sonraki anında əmri başqadır. Bu işığı görürsünüz. Siz orada vurursunuz, bu yanar. Bu işıq bir mənbədən gəlir də. Belədir. Hər an o işıq mənbədən alır feyzi. Verir bura. Əgər bir an ara kəsilsə, bir an qaranlıq olacaq bura. Düz deyil. Ya belə deyil. Bir an. Əgər simdir, vasitədir, bunu o mənbəə qoşan, əgər arası, əlaqəsi bir an kəsilsə, bura bir an qaranlıq olacaq. Allahın feyzi o cürdür. Bütün insanlara, bütün yaranmışlara hər an o anıda əmri gəlir. Misal, mən danışıram. Səsimi də eşidirsiniz. Səslə tanışdır. Qabaq da eşidibsən, indi də eşidirsən, görürsən, həmən səsdir. Amma bu səs hardadır? Bax, bu səs hardadır? Hara yığılıb danışdığıcan oradan gəlir. Neçə saat danışsam o qutarar. O yoxdur. Hər an ki insan iradə eləyir danışa, həmən alimlər də yazır bunu. Bu dini sözdür. Burası dinidir. Baxın kitablara. Alimlər yazırlar onu. Hər an ki mən istirəm danışam, o an Allahın əmri gəlir, anılar bir-birinə yapışıb, ayrılmır. İndi mən xırdalaya bilmirəm, heç yeri də dör bura. Bir an
1 milyona böl. Bir anı 100 milyona böl. Biz onu başa düşərik o nə boydadır? Mümkündür. Bir anı 100 milyona böləsən, 100 milyonundan biri arada olmasa qırılacaq. Bu səs hər an ki mən iradə edirəm, danışam, o anıda əmr alır, əmri gəlir, yaranır. Çünki səs yoxdur bir yerdə. Bir insanın bədənin sökələr, ürəyin çıxardalar, deyilə bu ürək, bu da bövrək, bu da bağırsaqları, bu da göz, bu da qulaq, hər şeyi ayıralar. Səsin qabını tapa bilərlər. Səsə qabı var. Necə? Səs yaranır. Yaranandan sonra dilinlə, dişinlə, damaqla, dodaqlar o səsi bölürlər, kəlmə-kəlmə eləyib verirlər, həmən anıda diyorlar. Səsin yaranmağı da o anıdadır. Ona deyirlər fəyyazı ələl itlaq. Yəni bütün aləmin hamısı hər an özünün əmri var və o əmrin icrası var. İndiyəcən də bir dəfə görsənməyib olmaya. İllan ki özü deyə. Otu yaradıb, deyib sənə əmr elədim yandır. Bir dəfə əmr eləyə qutara gedə dör. Hər an ki otu yandırır, o an əmrinə yandırır. Və hər hansı anıda əmri götürsə yandırmayacaq. İbrahim ota gedəndə əmri götürdü. İbrahim ot yandırmadı. Otun xasiyyəti getdi. Ot var, amma yandırmağı yoxdur. Ot var, alo gedir, tonqal uzaqdan görür, amma yandırmağı əmr götürüldü. Qılınca deyirsə xasiyyəti budur. Qılıncın xasiyyəti budur ki, əgər versin bir şey kəsə, xasiyyət onuncudur kəsəcək. Əmr onuncudur. Onun əmri olmasa qılıncın nə ixtiyarı var kəsə? Biz elə bilirik ki, bir dəfə itiltdin, day o kəsəcək. Yox, əmrinlə kəsir o. Biz elə bilirik ki, o day kəsəcək, qutardı. Hər an kəsmək əmrin ondan götürsə, day o kəsməyəcək. Necə İsmaili kəsmədi? İbrahim daşa vurdu, daşı kəsdi. Amma uşağı kəsmədi. Və bütün möcüzənin də mənası budur. Ecaz, ecazın mənası budur ki, yəni, ben getməyəm ora. Yəni təbiidir. Yəni Allahın əmri, yəni əmri verir, ya verdiyi əmri götürür. Onun əlindədir. Bu hal olur fəyyaz ələl itlaq. Feyz yəni bu. Feyzin mənası budur. İndi hər şeydə. Pəs Allahın feyzi nədir? Əla səbili istimrar. Yəni arası kəsilmir. Ona deyərlər istimrar. Çün Allahın feyzi bizə çatır istimrarına, bizdən də zikri istəyir istimrarına. Kəsilin mənasını bildin? Bizdən də zikri istəyir istimrarına. Heç vaxt bizim ixtiyarımız yoxdur. Zikrin arasına fasilə salaq. Aranı kəsək. Hər qədər ara kəsildi bizə günah yazılır. Amma günahın dərəcəsi var. Bəzi insanların savabı, bəzi insanlara günah yazılır. Bəzi insanların savabı, o savab eləyir o işinə.
o işi başqası eləsə ona günah yazılar. Dərəcə belədir. Yaxşı. Feyzin öz mənası nədir? Feyzin öz mənası yəni çox, kəsir, kəsrət, axar su. Axar su görübsün çayı. Çayın suyu gedir. Onu bir an dayandıra bilərsən, dayandırsın da o çay olmaz ki. Çay odur ki gedir. Ara vermədən, bir-birindən ayrılmadan, qırılmadan ona deyərlər feyz. Qırılsa da feyzdir. Allah'ın feyzində istimrar var. İndi bu istimrar bir an necə kəsilmir, onun müqabilində zikri bizdən istəyir ara vermədən. Amma lazımdır dilinə. Bir dənə hədis mən bir ayə oxuyun. Quran belə deyir. Ali İmran 190-191. İnnə fi xalqis səmavati vəl ərz və ixtilafil leyli vən nəhar ləayatin liulil əlbab. Yeri gördür yaratmışam. Ağıllı adamlar üçün bu dəlil, ibrət, sənəd, subut. Yəzkurunəllaha qiyamən və qu'udən və alə cunubihim. Allah'ı zikr eləyələr, ayaq üstə, otduq yeri, yatdıq yeri. Tamam halda yani. İnsan haldadır. Ya ayaq üstədir, ya oturup ya yatıb. Yani ki bütün hallarda insanı Allah insanın ürəyində, dilində olmalıdır. Əli əleyhissalam oğluna nəsihət eləyir. Buyurur, vəkun lillahi zakirən əla kulli halin. İmam Həsən ağaya deyir. Deyir, oğul, bütün hallarda zakir ol. Sonra məna eləyir, deyir ki, burada zakirin mənası, yəni namaz. Yəni nə? Zakir namaz qılan hala deyərlər. Əl-ləzinəhum əla salatihim daimun. Məaric surəsinin 23-cü ayəsi. Bu ayə nədir? Bu ayə necə fikirləşirsiniz? Əl-ləzinəhum möminləri tərif edir. Əla salatihim daimun. Daim namaz üstədirlər. Necə daim namaz üstəyik biz? 17 rəkət namaz qılırıq biz. Hələ onu da belə. Mömin daim namaz üstündədir. Yəni nə? İmam Baqir əleyhissalam onu məna eləyir. Buyurur, la yazal əl-mü'min fi salatin ma kana fi zikrillah. Madam ki insan Allah'ı zikr eləyir, namaz halındadır. Hər vaxt Allah ürəyində, yadındadır, namaz üstəsən. Qaimən kanə, istəyir ayaq üstə olsun. O calisən, istəyir ki otursun. O muztəciən yatsın. Hər halda Allah'ı yad eləyirsən, namaz üstündəsən. Ondan bu ayəni oxudu. Əl-ləzinə yəzkurunəllahə qiyamən və qu'udən və alə cunubihim. Peyğəmbərin hədisi belədir. Məqsədə gəlirəm. Peyğəmbərin hədisi belədir. La təzalu musalliyən qanitən ma zəkərtəllah. Nə qədər Allah'ı zikr eləyirsən, madam ki Allah'ı zikr eləyirsən, müsəlliyən namaz halındasan, qanitən ibadət halındasan. İndi fərq eləməz. Qaimən, ayaq üstə, o qaidən, oturubsan, o fi suqik. Suq bilirsiniz ki nədir? Bazar. Hətta deyir bazardasan. Allah ürəyindədir, yadından çıxmayıb ki, yox, namaz üstəsən. O fi nadik, səmimi məclislər üzdə.
oturubsuz. Səmimi məclislərdir. Danışırsınız, şirin-şirin, söhbət el. Allah yadından çıxmayıb ki, yox, namaz üstəsən. O, heysuma kuntə, hər yerdə olsunuz. Həzrət buyurur, axırda, hər yerdə olsunuz. Bunun mənası nədir? Əqimis sələtə li zikri. Quran ayəsinin mənasıdır bunlar. Əqimis sələtə li zikri. Namaz qıl, ta mən yadında olam. Mən yadındayam, namaz aldasan. O 17 rəkəti qoy qırağa, o yerindədir. O vacibi namazlardır. Sağ ol. O vacibi namazlardır. Vacibi ibadətdir. O təşəkkürdür. Allah Peyğəmbərə dedi, Peyğəmbər, mən sənə Kövsər verdim. Heç kimə verməmişəm. Sənə Kövsər verdim. Yaxşı, böyük şey vermişəm sənə. Heç kəsə vermədiyim neməti vermişəm sənə. Təşəkkür eləyirsən, istəyirsən təşəkkür eləyəsən, fəsəlli. Namaz mənim təşəkkürümdür. Onu buna qatma. Bu başqa şeydir. Bu başqa şeydir ki, müminin halın bəyan eləyir. Amma nəticə budur. Əgər o zikri ki, bayaqdan danışırıq, o zikrinlə əməldə ixtilaf olsa, zikr demirsən, Allah yadımdadır, qoymamışam yadımdan çıxan. Bütün hallarda ya, əgər dilimdə, ürəyimdə Allah zikr eləyirəm, əməlimlə əgər bunun ikisinin bir-biri ilə fərqi olsa, bu halın adına nifaq deyərlər. İndi qayıtdı bu birisi tərəfi. Bu oldu nifaq. Necə nifaq? Əli əleyhissalam buyurur, vəzkuruhu kamilən yuvafiqu fihi qəlbukə lisanək. Zikr elə Allahı, dilünlə qəlbün ikisi bir-biri ilə muvafiq olsun, razılaşsın. Dil zikr eləyir, ürək də zikr eləyir. Yutabiqu izmarukə e'lanək. İçərin, görünməyən tərəfin, iç tərəfin, görünən tərəfinlə bərabər olsun. Buna deyərlər zikr. Buna deyərlər iman. Əgər bunların bir-biri ilə fərqi olsa, nifaq yaranıb. Əlac elə. Əlac eləməsən günbəgün böyüyəcək. Rakdan pisdir. Ən pis xəstəlik ki, indi bu əyyamda deyirlər, hələ xərçəngidir də belədir. Ondan pisdir. Boş bıraxıbsan yıxacaq. Əlac elə. Nifaq yaranıb. Ürəklə iç ikisi başqadır. İmam Sadiq buyurur, zikrullah indəma əhəllə və hərrəm. Hər yerdə haram çıxdı qabağa. Hər yerdə vacibin vaxtıdır, Allah yaddadır. Yəni onu əməl eləyirsən. Düzdür? Əgər bu dillə ikisi düzəlsə, kümeyl duası nəticə verəcək. Kümeyl duasının harası nəticə verəcək? Kümeyl duasının burası. Hər bir cümləsinin öz mənası var. Hər bir mətləbinin öz mənası var. Mən bu cümləni məna eləmək üçün bu müqəddiməni danışmışam. Deyir ki, وَأَنْ تَجْعَلَ أَوْقَاتِي مِنَ اللَّيْلِ وَالنَّهَارِ بِذِكْرِكَ مَعْمُورًا وَبِخِدْمَتِكَ مَوْصُولًا وَأَعْمَالِي عِنْدَكَ مَقْبُولًا حَتَّى تَكُونَ أَعْمَالِي وَأَوْرَادِي
kulluha virdən vahida. Elə bilirsiniz, asan cümlələrdir bunlar. Allah rəhmət eləsin İmam Xümeyniyə. O Kümeyl duasının barəsində bir dəfə danışırdı. Buyurdu ki, ağır duadır Kümeyl duası. Əli əleyhissalam o əzəməti ilə ki, deyir, göyün yolların, yerin yollarından yaxşı bilirəm. Dənizin balıqlarının, erkəyin, dişisin, hamısını ayrı-ayrı bilirəm. Hansı quşdan hansı quş əmələ gəlib, onları bilirəm. Çölün qumları ilə qarışqa hamısının barəsində deyir, əlimin içindədir. Hətta ikinci xəlifə bir dəfə dedi ki, Əli əleyhissalama, dedi, siz ailədə həmişə ədəb olub. Peyğəmbər də belə idi. Biri danışanda qulaq asıbsınız, siz ailə belə olubsunuz. Biri sual soruşanda qulaq asıbsınız, ta o sözün axıra qədər deyib qutarıb. Ondan sonra cavab veribsiniz. Amma bəzən sizdən sual soruşurlar, elə ağzını açsağın siz cavab verirsiniz. Həzrət ona nə desə yaxşıdır? Dedi, əlində neçə barmağın var? Dedi, 5. Dedi, niyə fikirləşmədin? Dedi, axı ona nə fikir? Dedi, yer kürəsində bütün sahələrin elmi mənə o cürdür. Və sən niyə fikirləşmədin? Bütün sahələrin hamısının elmi mənə o cürdür. Əlində neçə barmağın var? Ona fikir istəməz. İmam deyirdi, Əli əleyhissalam o əzəməti ilə kiminlə danışır? Bəzən Peyğəmbər danışır Əli ilə. Görürsən, məzmunludur. Vəsiyyəti var Peyğəmbərin. Ya Əli, usikə. Yəni, vəsiyyət edirəm sənə, tövsiyə edirəm sənə. Bax, ona bax. Yenə də Peyğəmbərin bir muizəsi var Əbazərə. Ya Əbazər. Baxın, görün fərqi. Gör, bununla onun nə qədər fərqi var. Niyə? Çünki burada Əli ilə danışır. Orada Əbazər ilə. Əbazərin savadı yoxdur. Əbazər qaradəri bir mömindir. Gəlib iman gətirib. Ürəyi doludur məhəbbətlə. Məktəb görməyib, institut görməyib, dərs görməyib, Peyğəmbər görməyib, imam görməyib. Əbazərə nəsiyyət eləyəndə sadə, asan cümlələrlə deyir. Amma İbn Əbbasa yox. İbn Əbbasla danışır. Hər cümlənin axırında Qurandan bir ayə gətirib. İbn Əbbasa ki, Həzrətin bir muizəsi var Peyğəmbərin. Çünki niyə? Çünki İbn Əbbas Quran müfəssiridir. Çünki Quran müfəssiridir, ona görə Peyğəmbər hər bir cümlə deyir, axırında bir ayə gətirir. Yəni İbn Əbbas, sən ki Quran şinassan, mənim bu sözümün kökü bu ayədədir. Bu sözümün kökü o ayədədir. İndi əgər Əli əleyhissalam o əzəməti ilə yer ilə yox, göylə danışır, gör necə danışar. Nə qədər məlumatı var, onların hamısını işlətdi Kümeyl duasında. Biz elə bilirik, Kümeyl duası elə bud belədir, oxuyasan, hava ilə belə səsini qutara çıxa gedə. Bu cümlədə Həzrət buyurur, İlahi, ən təcələ ovqati minəl-leyl və nəhar. Səndən istəyirəm, mənim bütün vaxtlarımın hamısını, gecə günüz, bir zikrikə məmurə, öz zikri ilə abad eləyəsən, nurani eləyəsən. Və bi xidmətikə mavsulə, bütün ömrümün hamısı sənin xidmətində keçsin. Və əmali indəkə məqbulə, mənim əməllərim sənin məhzərində qəbul olsun. Hətta, əsas yer buradır. Hətta təkunə əmali və oradi kulluha virdən vahida. Mənim əməllərim, dilimin zikri,
qəlbim, əməlim üçü bir-biri ilə fərqli olmasın. Həmahəng olsun. Həmahəngi bilmirəm, tərcüməsini necə deyim. Məsələn, bərabər deyir, amma məsələn. Bu imana müvafiq olsun, uyğun olsun. Bilirəm, çox fikirləşmişəm. Heç birisi deyir onların. Həmahəngidə bir dənə xasiyyət var bu sözdə. Nə qədər tərcümə tapmışam, heç birisində o xasiyyətin hamısı dolmur orada. Yəni, bunlar hamısı bir-biri ilə bərabər, razılaşsın, üstə düşsün, zərrə qədər əməl ilə dilin arasında, zərrə qədər əməl ilə qəlbin arasında, zərrə qədər qəlb ilə dilin arasında ara düşməsin, fasilə olmasın. Hətta təkunə əmali və avradi, əməllərim, virdilərim, kulluha virdən vahida, bir dənə zikr olsun. Sözümlə əməlim sənin məhzərində bir dənə zikr hesab olsun. Yəni rüküm bir dənə zikr. Səcdəm, namazım, zəkatım, bazarda alverim, idarədə işim, məktəbdə, sinifdə, nə bilim çöldə, əkirəm, biçirəm, satıram, danışıram, halalıyla, haramıyla, hamısını əgər qoyasan bir yerə, onların hamısı bir dənə zikr hesab ola. Necə ola bilər? Mən eləyə bilərəm ki, mən bazarda alverimin hamısın bir Sübhanallah kimin hesab ola mənə? İdarələrdə gördüyüm işin hamısını idarədə işləyən adamam. Əgər çöldə işləyən adamam, əgər məktəbdə işləyən adamam, əməllərimin hamısı dostlarımla, ailəmlə, hamısı zikri kimi məndən qəbul olsun. İmam Hüseyin ağa buyurdu, İmam Hüseyin ağa buyurdu ki, mənim, ağa buyurdu bayaq, nəsiyyət eləyirdilər Həzrəti. Məkkədən də çıxanda nəsiyyət elədilər. Mən ayırmışam o nəsiyyət eləyənləri. Neçə nəfər ki, Həzrətinlə danışıb, onlar nə deyib, Həzrət deyib. Bir dəftər yarıyacam. Ki, hərəsi bir yerdə yazılıb. Məkkədən çıxanda Həzrətə nəsihət elədilər. Belə olar, küfəlilər belədir, ata ilə belə elədilər, qardaşı ilə belə elədilər, deyirlər hamısın. Həzrət onlara axırda xuttəl mavtla başlayır, xütbə oxuyur. Ki da indi onların yeridir, məqsədin bir cümlədir. Həzrət onlara cavab verəndə buyurdu ki, siz elə bilirsiniz, mən bilmirəm hara gedirəm. Siz elə bilirsiniz, mən bilmirəm hara gedirəm. Mən gözlərimlə görürəm, iki barmaqlarımın arasında. Kəənni bi avsali. Mən görürəm ki, mənim bədənimin, üzvlərin yerin üstündə, torpağın üstündə, qumların üstündə Kufənin qurtları mənim bədənimlə öz qarınlarını doyururlar. Görürəm. Elə bil ki, gözümün qabağındadır. Kufənin qurtları mənim bədənimlə qarınlarını doyururlar. Qurt qoyuna həmlə eləsə, hücum eləsə nə olar? Necə didər dağıdar? Həzrət deyir, o cür görürəm mən. Siz mənə deyirsiniz ki, bu işin axırı belə olar. Oracan mən görürəm. Ondan sonra buyurdu. Buyurdu, görürəm mənim bədənim Kərbəlada məktəl ki var idi. Məktəl yəni Həzrət yıxılan yer. Oradan ta Nəvavisə kimin səpələnib torpağın üstə. Bir alim mən onunla danışmışam. Bir təhqiqat aparıb, tədqiqat çox gözəl, kitabında yazır. Özü ilə də danışmışam mən. Deyir, mən fikirləşdim bu yanına. Mənim bədənimin üzvləri Kərbəla çölündə Nəvavisə cən səpələnib. Nəvavis haradır?
Çünki yerlərin adları var axı. Bizdə də belədir. Hər bir yerin, hər torpağın adı var. Məsələn, bu kənd buracandır. O kənd oradan ona başlanır. Bulaqların adı var, dağların adı var. Deyir, mən getdim tarixdə, axtardım, gəzdim, vurdum bir-birinə, şərrəqtu və qərrəbtu, hər yeri bir-birinə vurandan sonra axır tapdım. Nəvaviz haradır? Hürrün adamları var idi axı orada. Hürrün adamları var idi. Hürrü ki orada şəhid oldu, adamları gəldi, götürdü, apardı, öz yerlərində dəfn eləyiblər Hürrü. Kərbəlaya gedənlər, Hürrü ziyarət eləyənlər bilirlər. O yerdəki Hürrü dəfn olub, oranın adı Nəvavizdir. Yəni ki, Hürrü dəfn olan yerdən, mən dəfn olan yerəcəm, mənim bədənimin üzvləri səpələnib. Yəni ki, hər bir şəhid mənim bədənimin bir üzvüdür. Yəni ki, hər əsridə o əsrin şiələri, o əsrin imamının bədəninin üzvləridir. İndi əgər mənim bazardakı əməlim, evdəki ibadətim, alverim, nə bilim, dərs oxumağım, dərs deməyim, hamısı əgər bir zikri kimi nuranı qəbul olur, onda Həzrət məni qəbul eləyər, mən ona üzv olam. Amma əgər olmasa mən ona üzv ola bilərəm. İcazə verər, mən onun gözü olam, günah eləyə. İcazə verər, mən ona qulaq olam. İcazə verər, mən ona ürək olam. Madam ki, hətta təkunə əmali və ovradi kulluha virdən vahidə. Əgər vird vahid oldu, bazarda alver eləyir, elə bil Subhanallah deyir. Sinifdə tədris eləyir, elə bil Subhanallah deyir. Namaz qılır, Subhanallah deyir. Oruç tutur, Subhanallah deyir. Ailəsi ilə münasibəti, elə bil Subhanallah deyir. Əgər hamısı bir dənə vird hesab olsa, onda öz əsrinin imamının üzvü olmağa da ləyaqəti olar. Allah aqibətimizi xeyr eləsin.